Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə verilən müddət bugün başa çatır. Ətraflı xəbərə keçməzdən əvvəl hər kəs videonu bəyənib kanalımıza abunə olsun ki, daha çox insan məlumatlansın. Hər birinizə təşəkkürlər. İqtisadçı alim Milli Məclisin üzvü Vüqar Bayramov bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar. Digər tərəfdən, bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1,5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin isə rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir. Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə, bu müvafiq sənədin imzalanmasından sonra bəlli olacaq. Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə artımlar olacaq. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsinə və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq. İzlədiyiniz üçün təşəkkürlər. Əziyyətimizə qarşılıq videonu bəyənib kanalımıza abunə olmağı unutmayın.